Əziz dostlar, son bir neçə gün ərzində mənə qarşı göstərdiyiniz böyük sevgiyə, diqqətə və hörmətə görə hər birinizə təşəkkür edirəm, hər birinizi öpürəm, bağrıma basıram. Həqiqətən də son 4 gündə demək olar ki, məni qaldırıb göylərə qoydunuz. Hər birinizə təşəkkür edirəm. Xüsusən dövlət qulluğuna qəbul imtahanında respublika birincisi olduğum imtahanın nəticəsi haqqında öz həyat hekayəmi paylaşandan sonra 10 minlərlə, 100 mindən artıq izləndi, yüzlərlə rəylər gəldi. Mənə çox sayda, demək olar, onlarla şəxsimə mesaj gəldi, onlarla zəng edildi. Hər birinizə təşəkkür edirəm. Həqiqətən də hər biriniz mənim üçün çox dəyərlisiniz. Ümumiyyətlə, mən Azərbaycanda yeganə bir yazısıyam ki, həm də izləyicilərim, kitabımı alan oxucularım məni həm də çox istəyir. Ailədən biri bilirlər. Məni, demək olar, yüzlərlə oxucum, məni kitabımı alan oxucum, TikTok və digər sosial platformalarda məni izləyən izləyicilərim məni öz evinə qonaq dəvət edibdir. Təbii ki, mənim vaxtım olmur, bütün dəvət olunan yerlərə gedə bilmirəm, vaxt məhdudiyyəti ilə bağlı. Amma onlarla oxucumun evində qonaq olmuşam. Yəni, izləyicilərim, oxucularım məni ailədən biri olaraq görürlər. Bax, bu bir yazıcı üçün, bir maarifçi üçün ən böyük mükafatdır. Bu mükafatı mənə bəxş etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bax, təkcə bu günləri Goranboydan bir müəllimə mənə zəng edib, təşəkkür edibdir, kitabımı alıbdır. Sonra Gəncədən bir həkim mənə zəng edib, həm təşəkkür edib TikTokda olan o əsərlərimə görə, xüsusən mənim kitabıma görə kitabımı alıbdır. Sonra Mingəçevirdən bir yenə müəllimə zəng edib, təşəkkür edib, kitabımı alıb. Sonra Naxçıvandan mənə zənglər olubdur. Çox yerdən, Göygöldən mənə zənglər olubdur. Ağdaşdan, Bakıdan, Sumqayıtdan, çox yerdən, yəni xüsusən Göyçaydan mənə bir nəfər zəng elədi. Çox böyük təşəkkürünü ifadə elədi. Hətta ailəsində bir neçə nəfər mənimlə danışdılar ki, sizin bu TikTokda çıxışlarınız bizi çox heyran edir. Bir daha hər birinizi öpürəm, bağrıma basıram, sevgilər.